Salam əziz abituriyentlər. Biz bugün Turan Tədris Mərkəzində keçirilmiş sınaq imtahanından coğrafiya fənninin suallarının izahına baxacağıq. 31-ci sual: ekvatorial hava kütləsinin təsiri altında olan ərazilər, ekvatorial və subekvatorial enlikləri bu zaman seçməliyik. 5 subekvatorial, 3 ekvatorial, 4 də subekvatorialdır. 3, 4, 5 variantından D variantı bizim üçün doğru cavabdır. Qərb kürəkənin təsir etdiyi ərazilər bu zamanda 23.5 və 66.5 arasında olan cavabları seçməliyik. 1, 2 və 5. 4 Passat, 3 Passat, 6 da Passatın cavabıdır. 1, 2, 5 olan C variantıdır. 33-cü sualda deyir ki, Kaynozoy erasının antropogen dövrünə aid olan süxurlar harada geniş yayılmışdır? Antropogen dövrünün süxurları adətən düzənlik ərazilərdə, dəniz çöküntülərinin olduğu ərazilərdədir. A, D və C variantlarında üçü də dağlıq ərazidir. Bizim üçün B və E variantı doğru cavabdır. Okean dibinin ən geniş hissəsi şerf olmaz, materik ətəyi olmaz, nov olmaz, yamac olmaz, okean hissəsi olar. Çünki okean dibinin ən geniş hissəsi abissal düzənliklər və orta okean silsilələri sayılır. 35-ə baxası olsaq, qrafikdə variantların doğruluğuna baxmalıyıq. Kəlbəcərdə qızıl var, amma çovdar barıt yatağı da olmaz. Zəngilanda gips yoxdur. Bakıda neft var, paraqaçay molibden yatağıdır. Şərurda polimetal var, gümüşlü də onun yatağıdır. D bəndi doğru cavabdır. Qırışıq dağları müəyyən edin. 1 Apalaç faylı dağdır, 2 Atlas qırışıq dağdır, 3 qırışıq faylı dağdır, 4 faylı dağdır, 5 faylı dağdır, 6 da qırışıq dağdır. 2 və 6 oldu. 2 variant lazım idi bizə. B variantı doğru cavabdır. 37-ci sual topa buludlara aiddir. Yer səthini tam örtür, xeyr, örtmür. İsti hava yuxarı qalxana, yəni bəli, isti hava sürətlə yuxarı qalxdıqda topa buludları yaradırdı. 38-ci suala baxırıq. Müvafiq olaraq mülayim hava kütləsinin yayda. Deməli, ilk öncə yay yazmalıyıq, sonra qış yazmalıyıq və il boyu yazmalıyıq. Mülayim hava kütlələri yayda subaktikə, qışda subtropikə, il boyu da mülayimə təsir eləyir. Müvafiq olaraq isə ardıcı yazmalıyıq. Biz ilk öncə subaktika yazmalıyıq. Subaktika D variantı uyğun gəlir. Yəqin ki, subtropik, mülayim, bəli, olmaz, 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 olmaz. Bizim cavabımız D bəndi olur. 39. Qrafikə aid olan yaylalar. Biz qrafiki ilk öncə oxusaq, temperaturun 20 dərəcə ilə 30 dərəcə arasında dəyişdiyini görürük. Temperatur 20 dərəcə ilə 30 dərəcə arasında adətən subekvatorial enlikdə dəyişir. Subekvatorial. Subekvatorialda yağıntılar əsasən yayda yağırdı. Doğrudur. Və bu da mütləq şimal yarımkürəsidir. Niyə? Şimal yarımkürəsində yağıntılar yayda, cənub yarımkürəsində qışda yağır və orta aylar, yəni iyun, iyul, avqust ayları bura isti olduğu üçün bu iqlim diaqramı bizə deyir ki, şimal yarımkürəsinin subekvatorialını seçməliyik. Dekan Hindistanda, Qviyana Cənubi Amerikanın şimalında, Efiopiya yaylası Afrikada ekvatordan şimalda. A bəndi doğru olur. 40. Geosinklinalın 4-cü inkişaf mərhələsinə aiddir. 4-cü inkişaf mərhələsində qədim dağlar idi. 3-cüdə də Cavan dağlar idi. Cavan dağdır, Qafqaz dağı, Çimboraso vulkanı Cavan dağlarda yerləşir. Anadolu yaylası Alt-Malay Geosinklinal quşağında yerləşir. Əjdaha dağları, bəli, bunlar qədim dağlardır. Ona görə B variantı doğru cavabdır. 41. Vulkana aid olan terminlər. Kaldera vulkan kraterinin 1.5 kilometrdən böyük olması idi. Krater vulkan krateridir. Mar vulkan kraterinə verilən digər addır. Nek balçıq vulkandır. Grifon isə geyzerin yer səthinə çıxan zaman yaratdığı çökəklikdir. Burada cavabımız C bəndi olacaq. 42-də deyir ki, vaxtilə Gondvana qurusuna aid olan ərazilərdə yerləşən vulkanlar. Gondvananın tərkibinə Şimali Amerika və Avrasiya xaric, hətta Avrasiyada Ərəbistan və Hindistan da daxil olmaqla geridə qalan bütün materiklər Gondvanaya aiddir. Ona görə Popocatépetl Şimali Amerikada yerləşir, bizə lazım deyil. Cotopaxi Cənubi Amerikada yerləşir, doğrudur. Şasta Şimali Amerikada yerləşir, yanlışdır. Kilimanjaro Afrikada yerləşir, doğrudur. Vezuvi Avrasiyada yerləşir, yanlışdır. Ruapexada Yeni Zelandiyada yerləşir. Bizdə cənub materiklərindən olan cavablar 2, 3 və 6 cavablarından D variantını götürə bilərik. Enliklərə aid aşınma növünün uyğunluğunu tapın 43-də. 2 Şimali Amerikada yerləşir. Daha doğrusu 2 dərəcə şimal enliyi ekvatorial enliyə düşür. Nəsə şimal enliyini Şimali Amerika kimi oxudum mən. Ekvatorial enlikdə hansı aşınma olar? Ekvatorial enlikdə adətən kimyəvi aşınma olar. Fiziki olmaz. Üzvi aşınma olar. Kimyəvi aşınma
olar, fiziki olmaz. 25 dərəcə şimal enli tropik enliklərə düşür. Tropik enliklərdə 25 dərəcə şimal enlində olan ərazilərdə tropik enliklərdə adətən fiziki aşınma olar. Kimyəvi olmaz, kimyəvi olmaz, üzvü olmaz, üzvü olmaz. 50 dərəcə şimal enliyində isə üzvü aşınma olar. Enli yapraklı meşələrə təsadüf eləyəcək bu. Üzvü olar, fiziki olmaz, fiziki olmaz, kimyəvi də ola bilər. Tam doğru cavabımız bizim A variantı olur. 44-cü suala baxırıq. Eksorasiya bağlı yaranan relyeflər. Eksorasiya buzlaqların dağıdıcı fəaliyyəti idi. Karlar, siklər, trok dərələri dağıdıcı fəaliyyətə aid idi. Moren təpəsi və tirələri isə yaradıcı fəaliyyətə aid idi. Duyunlar səhradadır, Barxan səhradadır. Kars prosesi kimyəvi aşınmada, sirk və trok bizim doğru cavabımız olar. Mütləq hündürlüyü ən az və ən çox olan materik. Birinci ən az olanı yazacağıq, sonra da ən çox. Ən az Avstraliyadadır. 2228 Kosciuszkodur. -16 Eyer gölüdür. Avrasiyada da 4448-dən -405 və yaxud da 430. 4448 mi dedim mən? 8848. Deməli 2228 Kosciuszkodur. -16 Eyer gölüdür Avstraliyada. 8848 Everest və yaxud da Jomolungmadır. -405, bəzi yerlərdə isə -430 yazılan Eyer gölüdür. Bizim üçün cavabımız Avstraliya və Avrasiya olacaq. Avstraliya, Avrasiya. Elə bir cavab. Avstraliya, Avrasiya, Avstraliya, Avrasiya. C bəndi doğru cavabdır. 46. Grafikə uyğundur. Grafikdə nə görürük? Yazılan heç bir şey yoxdur. X və Y kimi götürəsi olsaq, X artanda Y də artır. Yəni hər ikisi arta gedir. Hansı halda biri artanda digəri də artar. Bu məntiqdən yanaşmalıyıq. Hündürlük artanda temperatur azalır. Olmaz. Hündürlük artanda təzyiq də aşağı düşür. Olmaz. Temperatur artanda nisbi rütubətlik azalır. Bu da olmaz. Temperatur artanda buxarlanma qabiliyyəti artar ki, səhralara bu aid ola bilər. 47-ci sual. Antarktidaya aid deyil. 3 yarımkürədə yerləşir. Doğrudur. Yüksək təzyiq sahəsi doğrudur. Gondvana qurusu doğrudur. Rütubətlik əmsal vahiddən kiçikdir, yox, böyükdür. Çünki ekvatorial, arktik və antarktik enliklərdə rütubətlənmə əmsalı vahiddən böyük olacaq. 48-ci suala baxırıq. 35 dərəcə şimal enliyi və 100 dərəcə qərb uzunluğu nöqtəsində yerli və quşaq vaxt fərqini tapın. Aha, biz birinci tapaq 100 dərəcə qərb uzunluğu neçənci saat quşağına düşür. Bunu təyin etmək üçün 100 bölünsün 15 bərabərdir. 6, qalıq isə 10. Qalıq 7.5-dən böyük olduğu üçün 6 plus 1 bərabərdir 7. Qərb uzunluğu olduğu üçün biz 24-dən də 7 çıxa bilərik. 24-dən də 7 çıxanda 24 çıx 7 bərabərdir 14, yox 17. 17-ci saat quşağına düşür. Deməli, 17-ci saat quşağının orta meridianı təyin edəsi olsaq, təkrar 24 çıx 17 bərabərdir 7. 7 vurulsun 15, o da bərabərdir 105 dərəcə qərb uzunluğu. Biri 100 dərəcəlik qərb uzunluğu, digəri isə 105 dərəcəlik qərb uzunluğu. Aradakı dərəcə fərqi 105 çıxılsın 100 bərabərdir 5 dərəcə. 5 dərəcəmiz neçə dəqiqə eləyər? Biz bilirik ki, 1 dərəcəmiz 4 dəqiqədir. 5 vurulsun 4 də 20 dəqiqə edir. Buradakı cavab B bəndi olmuş olacaq. 49-cu sual. Ucqar nöqtələri yalnız 2 yarımkürədə yerləşən materiklərin oxşar cəhətidir. Bu materiklərdən biri Şimali Amerikadır və bir digəri də Avstraliyadır. Şimali Amerika və Avstraliya materiklərinin oxşar cəhəti. Gondvana qurusu xeyr. Bu Lavrasiyaya aiddir, bu Gondvanaya aiddir. Lavrasiya xeyr, səhvdir. Hind okeanı ilə əhatə olunubdur. Şimali Amerika sahillərində Hind okeanı yoxdur. Paleozoy arasında yaranan dağlar mövcuddur. Bəli, Şimali Amerikada Appalaç dağları, Avstraliyada da böyük su ayırıcı dağlar var. 49 və 50-yə baxırıq. Ətəyi okean səviyyəsində olan dağın ətəyi ilə zirvəsi arasındakı temperatur fərqi 21 dərəcə olarsa, zirvədəki atmosfer təzyiqini neçə millimetr olduğunu hesablayın. İlk öncə biz dağın hündürlüyünü təyin etsək, daha sonra təzyiqi tapmaq olar. Temperaturda hər 1000 metrdə 6 dərəcə azalırdı və x metrdə də 21 dərəcə olacaq. Biz buradan tənasübümüzü həll edəsi olsaq, 1000 vurulsun 21 bölünsün 6 eləyir 3500.
3500 metr aldıq. Atmosfer təzyiqi isə hər 10 metrdə 1 millimetr azalırdı. Deməli, 3500 metrdə də x millimetr olacaq və biz buradan da x-ımızı 350 olaraq alacağıq. Atmosfer təzyiqi 350 mm dəyişdi. Zirvədəki təzyiqi istəyir və okean səviyyəsidir. Okean səviyyəsi deyəndə atmosfer təzyiqinin 760 mm olduğunu düşünməliyik və dağın hündürlüyü 3500 metrdir. Biz 3500-ə görə atmosfer təzyiqinin 350 mm olduğunu tapdıq. Yuxarıya doğru gedəndə təzyiq azaldığı üçün 760 çıxılsın 350 və buradan da 310 mm almış olmalı. Xeyr, 410 daha doğrusu. Mən burada səhv çıxdım. 760-dan 350 çıxanda 410 qalır. Bizim cavabımız D bəndi olmuş olacaq. 51-ci suala baxsaq. Kür və Araz arasında yerləşən düzənlik. Kürün sağı, Arazın solunda yerləşən düzənlik mil düzüdür. 52. Dövlət sərhədində yerləşən silsilə. Qarabağ silsiləsi yerləşmir. İçəridədir. Ləngəbiziyə sərhəddə Dübrar olmaz. Niyaldağ olmaz. Şahdağ silsiləsi bəli Ermənistanla sərhəddə yerləşir. Şagirdlər adətən Şahdağ silsiləsi ilə Şahdağ zirvəsini qarışdırırlar. Şahdağ zirvəsi yan silsilənin ən hündür nöqtəsi Böyük Qafqaz dağlarında yerləşir. Şahdağ silsiləsi isə Kiçik Qafqaz dağlarında Ermənistanla sərhəddə yerləşir. Daimi küləklərə aid deyil. Passat küləkləri daimi küləklərdir. Musson küləkləri mövsümi küləkdir. Qərb küləkləri daimi küləkdir. Xəzri küləyi yerli küləkdir. Xəmsim də yerli küləkdir. Daimi küləklərə aid olmayan 2, 4 və 5 cavabları aid olmayan lazım idi. Passatla qərb küləkləri aid olandı. Ona görə bunlar lazım deyil. Bizə 2, 4, 5 cavabı doğrudur. 54-cü suala baxsaq. Hündürlüyü 4500 metr olan dağın ətəyindəki temperatur 30 dərəcə olarsa, zirvədəki temperaturu tapın. Temperatur hər 1000 metrdə 6 dərəcə azalırdı. 4500 metri metrin alt hissəsinə yazası olsaq, digər tərəfə x yazmalıyıq və buradan x bərabərdir 6 vurulsun 4500 bölünsün 1000 olacaq. Bu da eləyir 27 dərəcə. Dağın ətəyindən zirvəsinə doğru getdikcə temperatur azalır. Ətəkdə 30 dərəcə. Dəyişən temperatur 27 dərəcə idi. Yəni yuxarıya doğru gedəndə 27 dərəcə dəyişməlidir. 30-dan da 27 çıxırıq. 3 cavabı, yəni müsbət 3 cavabı bizim üçün doğru cavabdır. 55. Azərbaycanda qeyri-filiz faydalı qazıntılara aid olan yataqlar. Qeyri-filiz filizləri də çıxsaq qalar. Paraqaçay molibden yatağı olmaz. Hamançay Dəmiroğlu dəmir filiz yatağıdır. Bu da olmaz. Yuxarı Ağcakənd gipsdir, qeyri-filizdir. Toğanalı qeyri-filizdir. Vejnəli qızıldır. Çovdar barıtdır, qeyri-filizdir. Bizim üçün doğru cavabımız 2, 5 və 6 cavabları doğru olacaq. 56-cı suala baxası olsaq. Temperatur 30 dərəcə olan havada 70% nisbi rütubətlik vardır. Havanın temperaturu 20 dərəcəyə qədər düşərsə, ayrılacaq su buxarının miqdarını tapın. Biz bilirik ki, 30 dərəcə temperaturda 30 qram, 20 dərəcə temperaturda da 17 qram var və burada da bizim üçün bunu cavabı qeyd ediblər. 30 dərəcə temperatur özündə 30 qram saxladığı üçün 30 dərəcənin yerinə 30 qrama 100% saxlaya bilir deməli. X qramda da 70% olacaq və biz buradan x-i alası olsaq, x-imiz 21 qram olur. Deməli, 30 dərəcə temperatur 70% nisbi rütubətlikdə 21 qram su var. Həmən temperaturdakı hava soyuyub 20 dərəcəyə qədər düşsə, yəni 20 dərəcəyə düşəndə 20 dərəcə maksimum özündə 17 saxlaya bilir. Bunda isə 21 var. 21 çıxılsın 17 də bizə verəcək 4 qramı. Yəni 4 qramı yağıntı olaraq yerə yağacaq və yaxud da ondan ayrılan su buxarının miqdarı 4 qram olacaq. Cavabı doğrudur. Biraz səliqəsiz yazdıq. Təkrar baxası olsaq, 30 dərəcədə 30 qram saxlayır deyə 30-a 100%, x-a 70% qeyd edəsik. Biz buradan x-dan 21 alırıq. 21 qram su buxarı var, lakin maksimum 17 saxlaya bilər. 21 çıx 17 də 4 qramı vermiş olacaq. Bizim cavabımız 4 olacaq burada.
57. Uyğunluğu müəyyən edin. Psevdovulkan, yəni yalançı vulkan, palçıq vulkandan söhbət gedir, fəal vulkan və sönmüş vulkan. Çimborazo dünyanın ən ünlü sönmüş vulkanıdır. Sönmüş vulkana qeyd eləyək. 6310 metr hündürlüyü var. Böyük işıqlı vulkanı. Azərbaycandakı sönmüş vulkanı. Qarabağ vulkanik ailəsindəki. Yox, səhv yazdıq. C-ni buraya yazasaydıq. Sönmüş vulkanı. Axtarma Paşalı Azərbaycanda olan palçıq vulkanıdır. Şıx Zahirli də Azərbaycanda olan palçıq vulkanıdır. Fudziyama isə Yaponiyadakı fəaliyyətdə olan vulkandır. Birinciyə B və E, ikinciyə D, üçüncüyə də A və C cavabları doğru cavab olur. 58-ci sual. Situasiyamıza baxırıq. Azərbaycan Respublikası litosfer havasının sərhədində, yəni konvergent zonada yerləşir və Alp-Himalay geosinkronunda yerləşir. Doğru. Ərazidə qalxmalar və enmələr baş verir. Hündür dağlar və geniş düzənliklər eksogen relyef formalarının yaranmasına təsir edir. Bəli, hündür dağlar və geniş düzənliklər endogendir. Onlar da aşınıb eksogen relyef forması yarada bilər. Deməli, burada həm endogen qüvvələrdən, həm eksogen qüvvələrdən söhbət getdi. Litosfer havasının konvergentindən söhbət getdi və Azərbaycanın Alp-Himalay geosinkronunda yerləşməsindən, yəni havaların toqquşma sərhədi, zəlzələlərin olmasından söhbət gedir. İndi suallara baxaq ki, bizdən nə istəyir? Azərbaycan Respublikası hansı litosfer havasının sərhəddidir? Aha, bu yaxşı sualdır. Azərbaycan hansı litosfer havasının sərhədinə düşür? Avrasiya, daha dəqiqinə gedəcək, Şərqi Avropa. Hər ikisinin bizim doğru cavabımız ola bilər. Avrasiya və Şərqi Avropa. Digər toqquşma sərhədində olan isə Ərəbistan. Azərbaycanın toqquşma sərhədinə düşür. Deməli, Azərbaycan Avrasiya, Şərqi Avropa və Ərəbistan havalarının toqquşmasında. Daha doğru cavab elə Avrasiya və Ərəbistan yazsaq olar. İkincidə nə istəyir? Hansı qırışıqlıq vilayətinə aiddir? Azərbaycan hansı qırışıqlığa düşür? Alp, Himalay qırışıqlığına. Deməli, birinci yazısı olsaq Avrasiya və Ərəbistan havalarının toqquşmasına, ikinci isə Alp-Himalay qırışıqlığına aiddir. Şərqi Avropa ilə Ərəbistan yazanlar da doğru yazmış sayılır. 59-cu sual. Müvafiq olaraq Böyük Qafqaz birinci, Kiçik Qafqaz ikinci. Tektonik zonasının ən hündür zirvələri və maksimal hündürlüyü nə qədərdir? Böyük Qafqazın ən hündür nöqtəsi, yəqin ki, bunu hər bir şagird və hər bir abituriyent bilər. Bazar düzü. Hündürlüyü də 4466 metr. Kiçik Qafqazın ən hündür nöqtəsi Naxçıvanda yerləşən Qapıcıq dağıdır. Onun da hündürlüyü 3904 metr olmuş olacaq. 60-cı suala baxaq. Ön Qafqaz birinci və Kür dağ arası ikinci. Çökəkliyinə aid olan abrazyon düzənlik qeyd edin. Abrazyon düzənlik dalğaların fəaliyyəti nəticəsində yaranan, yəni dəniz sahilində olmalıdır. Bizim də sahilimizdə olan Xəzər dəniz sahilindəki düzənlikləri yaza bilərik. Ön Qafqaz. Ön Qafqaz tektonik zonasında Xəzər dənizi sahilində Şollar düzü, xəritəyə baxsaz görə bilərsiniz, və Samur Dəvəçi düzənliyə aiddir. Bu ikisidir. Başqa hər hansı bir düzənlik burada yoxdur. Kür dağarası çökəkliyi təbii vilayətində isə abrazyon düzənlik olan Cənub, Şərqi, Şirvan düzü yerləşir. Ondan aşağıda Salyan düzü yerləşir və Lənkəran düzü yerləşir. Başqa hər hansı bir abrazyon düzənliyimiz yoxdur. Bəli, Ön Qafqaza Şollar və Samur Dəvəçi, Kür dağarası çökəkliyə də Cənub Şərqi Şirvan, Salyan və Lənkəran düzləri yerləşmiş olur.